Bir neçə il bundan qabaq Bəxtiyar Vahabzadə ilə mən təmiz söhbət aparırdım və Bəxtiyar Vahabzadə Gülüstan poeması haqqında danışmaq istəyirdim oyla. Bir də nə desə yaxşıdır. Bir məsələ vardı. Onu Şir Məmməd müəllim də yaxşı bilir. Suslov gələ ki, o vaxt demişdi ki, mənə müsəlman ölkələrindən dissident çıxartmayın. Və mən belə qərara gəldim ki, onun dediyi o məsələni elə ilkin mənbə ilə, sizlə aydınlaşdırım. Çünki o demişdi ki, Şir Məmməd müəllim daha yaxşı bilir bunu. Gülüstan poemasından sonra Bəxtiyar Vahabzadənin məruz qaldığı təzyiqlər və s. və ilaxır. Qalan məsələləri də elə sizdən soruşmaq istəyirəm. Əvvəl mən sənə deyim ki, özü də deyib, bəzən də yazırlar ki, oğlu da yazdı, İsfəndiyar ki, atamı universitetdən uzaqlaşdırdılar, düz deyil. Bəxtiyarı bir gündə olsun universitetdən çıxartmayıblar. Söhbət nədən gedir? Gülüstan poeması 59-da yazıldı. 61-ci ildə Şəkidə getdi, Şəki Nuxa fəhləsinə verdi, orada çap olundu. Sonra Xasay Vəzirov onu kitabı möhkəm, Mərkəzi Komitənin katibi kimi ifşa elədi ki, gizli mətbuatda gəlib çap elətdirib, güya Nuxa fəhləsi gizli mətbuatdır. Rayon mətbuatının gizli mətbuatı hesab edir. Yəni, Respublika mətbuatında yox. Yəni, o vaxt istədilər ki, bu poema ki, başladı əl yazması şəklində hamı oxumağa, geniş yayılmağa, maşınqada çap edirdilər. Hər cibində bir Gülüstan vardı. Hələ bir dövr yarandı. Hətta əskərlikdən yazırdılar ki, sabitlər ki, bu Azərbaycanlı cavanların hərəsinin cibində bir Bəxtiyar Vahabzadə çıxır, o kimdir? Belə bir şərətdə istədilər Bəxtiyarı universitet müəllimliyi ilə Micalanın kafedrasında idi də, ayırsınlar. Nə vardılar? Çağırdılar ki, Bəxtiyar müəllim, sən 52-də namizədlik müdafiləmisən, 10 il keçib, 62-ci ildir, sən niyə doktorluq müdafiləmirsən? Çıx, 2 illik elmi məzuniyyətlə. Maaşı veririk, get doktor skriyə, get müdafilədə. Deməli, 2 il söhbət bunu dərsdən, tələbədən ayırmaq. Bildin nə deyirəm? Cavanlardan ayırmaq. Bəxtiyar da getdi, 2 ilə doktorskunu yazdı, qoydu stolun üstünə, gənə Səməd Urğunla. Gəldi müdafilədə oldu, elmlər doktoru. Gənə başladı universitetdə müəllimliyinə. Bu universitetdən çıxarılmaq deyil axı. Onu heç kəs universitetdən çıxardanməzdi. Universitetdə o qədər kadr yetişmişdi cavanlar. Onu qoymazlar ki, universitetdən çıxarsınlar. Çünki rüşvətxor deyil idi, əyri deyil idi, oğru deyil idi, savadsız deyil idi. Nə adına rüşvətxor? Nə adına çıxarda bilərdilər? Əgər desəydilər ki, bu millətçidir, gərək tutaydılar. Gərək yazı atfağın üzvülüylə çıxardaydılar. Bəs nə üçün tutmadılar, bəs nə üçün çıxarmadılar, cəzalandırmadılar? O ayrı məsələdir. O 66-cı ildə bizim KGB, Bəxtiyar deyən budur ki, bu Şir Məmməd yaxşı bilir. 1966-cı ildə bizim KGB Andropovun adına buradan bir məktub yazıb ki, Bəxtiyar Vahabzadə belə millətçidir, belədir, filandır. Geniş bir məktub yazmışlar ki, bəs icazə verir, Yevo İzəliroviç, ad общества, cəmiyyətdən təcrid edilir. Bu nədir? Ya tutmaqdır, ya sürgündür də, təcrid eləmək. Andropov da, bu da SSR Yazıçılar Divanı üzvüdür. Bu məktubu göndərmişdi Suslova. Mən yazmışam ki, Bəxtiyar Vahabzadəni Suslov xilas eləyib. Suslov da üstünə yazır ki, həmin məktubun, bizim KGB-nin Andropovun göndərdiyinə ki, profilaktik iş aparmaq lazımdır. Paşiriyyəti. Bildin nə deyir? Bəxtiyar'a zəng elədilər. Bəxtiyar Bakı Sovetində deputat elədilər. Bakı Sovetində deputat elədilər. Ondan sonra oradan verdilər. Əməkdar Mücəssənət xadimi adını verdilər. Sonra da millət vəkili falan da, dövlət mükafatı falan məkan. Sonra da Heydər Əliyev çağırıb, mənə bir dəfə zəng elədi ki, Heydər Əliyev məni çağırıb, deyir ki, bəs Lenin haqqında bir poema yaz. Heydər Əliyev KGB-nin rəisidir. 60-cı ildən söhbət gedir. Mən deyir ki, mən nətər, mən hara, Lenin haqqında poema hara.
Gülüstandan sonra Leylin poeması çıxsın. Dedi, Leylin poemasını yazanlar var da, mənə ehtiyac yoxdur. Mən də o vaxt Partiya Tarixi İnstitutunda Leylin əsərlərini mən oxumuşdum, qeydlərim vardı Leylin haqqında. Dəftəri verdim Bəxtiyar Vahabzadəyə, oradan çıxaq ki, harada rüşvətxorluq var, orada Sovet hökuməti olunmaz. Bir milləti, başqa milləti əzən, istismar edən bir millətin özü də azad ola bilməz. Və hətta Leylin yazır ki, Ukrayna velika державный şovinisti Rus velika державный şovinistindən qorxulu adamdır. Məsələn, onun tətbiqlə ki, Azərbaycandakı Rus pərəst var, o Rus pərəstdən də qorxuludur. Xətəkardır. Çünki familiyası Azərbaycanlıdır. Bilirsən, belə şeylər vardı. Yəni, Bəxtiyar da poemanın ayrı parçalarını yazdı. Neysə, soğuşdu. Bəxtiyar o səpkidən keçdi ayrı yola. İndi Əlcəzairdən yazdı, Cənubi Azərbaycandan yazdı, Vyetnamdan yazdı, poemalar yazdı. Bildir nə deyirəm? Adını qoydu ora ki, məsələn, Əlcəzair. Əlcəzair haqqında nə qədər istəyən döşədə. Amma oradakı vəziyyətlə buradakı vəziyyət eyni daxil. Qızım, sənə deyirəm, gəlinim sən eşit. Yəni, bu vəziyyət belədir Bəxtiyarla.